Salamlar, hər vaxtınız xeyir olsun. Good morning. How are you? Yəqin ki, bu videonu siz axşam saatlarında izləyəcəksiniz və bu günləri sizlərlə bütün günümü paylaşmaq istəyirəm. Bir maraqlı vlog olacaq. Bugün nə edəcəm, çəkilişdə nə edəcəm, günüm necə keçəcək, ondan sonraki saatlar tüm axşama kimi. Ona görə vlogumu sona kimi izləyin. Gəldim Yağmurumun yanına və onu hazırlıqdan götürüb onunla birgə çəkiliş edəcəyimiz məkana yollandıq. Bir taksi tutduq və ətrafın gözəlliyini siz üçün göstərmək istəyirəm. Çox gözəl bir yer idi, həqiqətən çəkilişə getdiyimiz yerdə. Bu da bizim çəkilişimizin backstage-idir. Burada arxa fonu göstərmək istədim sizin üçün. Nə işlər gördük onu, amma maraqlı, gözəl bir video alındı. Və oradan sonlandırdıq və yolumuza devam edirik. İlk nüvəlimizi eləyirik. Al. Sıcak oğlum benim. Bir nəfər qızı yormuşam bu günləri. Təbii ki, özü bilməliydi ki, video istəyəndə belə olacaq. Dünyanın o başına aparanda belə olacaq. Necədir təəssüratlarınızı bildirin zəhmət olmasa? Ad günümə gəldim. Hə? Gəlmirəm ad günümə. Niyə? Gəldim bacım güləm. Niyə gəldik? İndi biraz nahar eləyəcəyik. Sonra bu xanım qızın videosunu düzəldəcəm. Sonra isə ad gününə hazırlaşacağım. Gözüm... Və restorana gəldik, çatdı və arxadakı afisiyonu özü itirir, qab-qazağı yerə atır. Və burada xanım qızımız tortunun şamlarını yandırır. Qəşəng bir ad günü keçirir, maraqlı. Ətrafında da özü kimi gözəl qızları yığıb. Qızım da onlardan bir yerdə özü böyüklüyünü hiss edir. Balaca, əllərini görərsə qıraqdan Zeynəb xanım. Bu da bizim Zeynəb xanımımız. Ad gün çox qəşəng, əyləncəli keçir və demək olar ki, sonlarına çatdırır. Belə videoların adi olsun istəyirsinizsə, səhifəmi izləməyi və videolarıma dəstək olmağı unutmayın. Və mən də belə videoları daha aktiv edəcəm. Gittiğim yerlərdən vloglar hazırlamaya çalışacağım. Günü sonlandırdık və bugünün sonu. Bugünkü vlogumuz sonlandı. Hələlik.